Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə EBS Akademiyanın sınıq topusundan 37-ci sınavın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. İlk sualda deyir ki, yadda qalan məlumatın xüsusiyyətinə görə yaddaşın hansı növləri vardır? Demək, yadda qalan məlumatın xüsusiyyətinə görə, bir də məlumatın yadda qalmaq xüsusiyyətinə görə. Yadda qalan məlumatın xüsusiyyətinə görə deyirsə, artıq biz burada bu məlumatın xüsusiyyəti olaraq 4 növ yaddaş götürəcəyik. Hərəki, obrazlı, emosional və söz yaddaşı B bəndə. İkinci sualda isə deyir ki, sual işarəsinin yerinə nə yazıla bilər? Sual işarəsinin yerinə nə soruşur? İradi yaddaş, qeyri-iradi yaddaş. Bunlar isə məlumatın yadda qalmaq xüsusiyyətinə görə yaddaşın növləri idi. Burada da C bəndində verilmişdir. Sonra, üçüncü sualda deyir ki, x vurulsun, y bölünsün, z ifadəsinin qiymətini cədvəli əsasını hesablayın. Yadda qalan məlumatın xüsusiyyətinə görə, yəni məlumatın xüsusiyyətinə görə indi dedik ki, 4 növ yaddaş var. Yaddaş proseslərinin müddətinə asılı olaraq yaddaş tiplərinin sayı, deməli, sensor, qısa müddətli, uzun müddətli yaddaş olmaqla 3 var. Məlumatın yadda qalmaq xüsusiyyətinə görə yaddaş tiplərinin sayı. Burada isə artıq demək 2 növ iradi və qeyri-iradi yaddaşı götürəcəyik. O zaman 4 vurulsun 3, bölünsün 2, bu da edir 6. İnsanı heyvandan fərqləndirən əlamətləri seçin. İnsanı heyvandan fərqləndirən əlamətlər mücərrəd təfəkkür, ikinci siqnal sistemi, bir də ictimai həyat təhsilidir. Yəni 2, 3, 5 bu da D bəndində verilmişdir. Antropomorfoz nədir? Antropomorfoz əməyin təsirindən insanda yaranan morfoloji, fizioloji dəyişikliklərdir. Yəni bunların əksəriyyəti dikşermə nəticəsində yaranmışdır. Məsələn, onurağın nisvarəyliyidir, deməli, çanağın genişlənməsidir, sonra oma sümüyünün möhkəmlənməsidir və s. Biz burada indi götürəcəyik o zaman əməyin təsiri insanda yaranan morfofizioloji dəyişikliklər B bəndi. Sonra 6-cı suala baxaq. Dermatit. Dermat dəridir. Yəni burada itdə, it sonluqda iltihabı göstərir. Dermatit yəni dərinin iltihabı deməkdir. Bu dərinin iltihabı da baxaq, demək iltihabı proseslər, kimyəvi və fiziki, həmçinin bioloji təsirlərdən dəridə baş verən iltihab prosesləri C bəndində verilmişdir. Dəri və visceral forması olan protozooz hansı canlılar tərəfindən yayılır? Protozooz nədir? İbtidailərin törətdiyi xəstəliklərdir. Dəri və visceral forması var. Yəni həm daxili, həm də ki, dəri forması var. Söhbət burada leishmaniozdan gedir. Deməli, leishmaniozu da törədən leishmaniyadır, amma yayan, leishmaniyanı yalayan günülər və ya mığmığalardır. Yəni A bəndi burada uyğun cavab olacaq. 8-ci suala baxaq. 8-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. Polen qızdırması bitkilər tərəfindən demək törədilir. Taunu birələr törədir, ağcaqanad deməli maliariyanı, leishmaniozu isə mığmığalar törədir. Demək o zaman 1-ə D, 2-yə A, 3-ə C və 4-ə də B aid oldu. D, A, C, B. Bu da A bəndində verilmişdir. 9-cu suala baxaq. Törədiciləri zərərsizləşdirərkən ionlaşdırıcı şüalardan istifadə edilir. Demək, burada söhbət sterilizasiyadan gedir. Ümumiyyətlə, sterilizasiyada ionlaşdırıcı şüalardan, buxardan, temperatur təsirindən və s. istifadə olunaraq deməli, törədicilər zərərsizləşdirilir. B bəndə uyğun cavabdır. 10-cu suala baxaq. Digər. İnfeksiyon xəstəliklərin qarşısının alınması yollarına aid olmayan seçin. Aid olmayan deyirsəm, baxaq, infeksiya mənbəyini yönələn tədbirlər aiddir. Yoluxma mexanizminin müəyyənləşdirilməsi aiddir. Həssas orqanizmə qarşı yönələn tədbirlər aiddir. İnfeksiya mənbəyi ilə təmasda olan şəxsə qarşı yönələn tədbirlər aiddir. İnfeksiyon xəstəliklərinin müalicəsində istifadəsi mikroorqanizmlərin dağılma formalarının yaranmasına səbəb olduğu üçün antibiotiklərdən imtina olunması. Yəni belə bir biz metod, belə bir yol infeksiyon xəstəliklərinin qarşısının alınması yolları içərisinə deməmişdik. Ona görə E bəndi uyğun olmayan cavabdır. Diploid xromosom dəstində 7 xromosom olan canlının ilişikli gen qruplarının sayı neçə olar? Diploid, yəni 2 xromosom yığımı 7 cüt 14-ə bərabərdir. Belə çıxır ki, haploid xromosom yığımı 7-yə bərabərdir. İlişik gen qruplarında say haploid xromosom yığımının sayına bərabər olur. O zaman elə burada da ilişik gen qruplarının sayı 7-yə bərabər olacaq. Bu da C bəndində verilib. Belə bir orqanizm verir bizə və deyir ki, orqanizm neçə tip qameti hazırlayar? Bütün genlər bir cüt homoloji xromosomda yerləşir. Krassinqova bel getməmişdir. Aha, bir homoloji xromosomda bütün genlər yerləşir.
Bütün genlər bir homoloji xromosomda yerləşir və krossinq bölgə etməyibsə, o zaman iki tip qamet alınacaq. Bir tip və iki tip. İki tip qamet alınacaq. Qametin tipini soruşulub da D bəndində verilib. Deməli, böyük və kiçik, böyük və kiçik belə bir orqanizm çarpazlaşıb, iki orqanizm bir-birinə çarpazlaşıb, müxtəlif genotipə malikdir və eləcə də müxtəlif fenotipə malikdir. Nəsildə kiçik-kiçik genotipli fərqlər məhv olarsa, neçə fenotip və genotip yaranır? Dominantlıq tamdır, krossinq bölgə etməmişdir. Demək, baxaq. Belə valideynlər, yəni belə bir genotipə malikdir və krossinq bölgə etməyib. Krossinq bölgə etməyibsə, deməli, bu da iki tip qamet hazırlayacaq. Eləcə də bu da iki tip qamet hazırlayacaq. Hazırlanan qametlər bunlardır. Yazaq həmin qametləri. Böyük, kiçik. Kiçik A, kiçik B, kiçik C. Çarpazlaşır nə ilə? Kiçik A, kiçik B, böyük C, kiçik A, kiçik B və kiçik C ilə. Yazaq. Kiçik C daşıyan fərdlər, yəni bu ikisi, bunlar məhv olublar. Yerdə qalıb böyük C, kiçik C daşıyan fərdlər. Yəni deyir ki, neçə fenotip və neçə genotip alınır? 2 fenotip və 2 dənə də genotip alınır. Bu da verilib B bəndində. Yəni 13-cü sualda da B bəndə uyğun cavab olacaq. Keçək 14-cü suala. 14-cü sualdan demək, iki fərd verib. Bunların çarpazlaşmasına neçə növ kombinasiya almaq olar? Gəlin bunların ala biləcəyimiz qametlərin sayına baxaq. Buradan görürük ki, 3 tip qamet bu verir. 3 tip. Daha doğrusu 3 tip yox, 8 tip. Çünki n-in qiyməti 3-ə bərabər olacaq. 2 üstü 3 də edir 8. Burada da heteroziqotlar 3 ədəddir. Yəni n-in qiyməti burada da 3-dür. O zaman 2 üstü 3. Yəni 8 tip qamet də bu verəcək. 8 vurulsun 8 bərabərdir 64. 64 kombinasiya alınacaq. 64 də başqa sözlə 2 üstü 6 deməkdir. 2 üstü 6 da E bəndində verilmişdir. Demək ki, iki orqanizmin çarpazlaşmasını verir burada. Deyir ki, yaranan genotip müxtəlifliyinin fenotip müxtəlifliyinə nisbəti neçə olar? Əlamətlərin hamısına görə tam dominantlar mövcuddur. Gətirin bunları monohibridə gətirib çarpazlaşdırın. Burada baxaq. Əgər dominantlıq tamdır deyirsən, buradan alınır 2 fenotip, 3 genotip. 2 fenotip, 3 genotip. B'lərə görə çarpazlaşma aparsaq, böyük B, kiçik B, kiçik B, kiçik B. 2 fenotip, 2 dənə də genotip olur. Deməli, hələlik bunları yadımızda saxlayaq. Sonra, eyni şeyi C üçün yazsaq, burada da A'da olduğu kimi alınacaq. Deməli, 2 fenotip və 3 genotip. Sonra D'ləri çarpazlaşdırsaq,
Damla böyükdür, kiçikdir alınır. Yəni eyni şəkildə qanun özünü göstərir. Bir fenotip və bir dənə də genotip alınacaq. İndi bizdən fenotip müxtəlifliyinin, deməli, genotip müxtəlifliyinin fenotip müxtəlifliyinə nisbətini soruşur. Baxaq. A-ya görə əvvəlcə genotipləri yazaq. A-ya görə 3 genotip var idi. B-yə görə 2 genotip var idi. C-yə görə 3 genotip var idi. D-yə görə də 1 genotip var idi. Bu da edir 18 genotip. Fenotipi tapaq indi. A-ya görə 2, B-yə görə 2, C-yə görə 2, D-yə görə isə 1. Bərabərdir 8. Bu da edir 18-in 8 nisbəti və ya başqa sözlə 9-un 4 nisbəti. 9-un 4 nisbəti də A bəndində verilmişdir. Sonra başqa bir tapşırığa baxaq. Aha. Baxaq 16-cı sualdan uyğunluğu müəyyən edən tropizm və taksizm müqayisəsini verib. Yalnız bitkilərdə müşahidə olunur. Söhbət tropizmdən gedir. Həm bitkilərdə, həm də heyvanlarda müşahidə olunur. Taksiz hissələrin hərəkətidir. Tropizm bitki hissələrinin istiqamətlənmiş hərəkətidir. Sonra hüceyrənin və ya orqanizmin bütövlükdə yerdəyişməsidir. Söhbət taksizdən gedir. İstiqamətli yerdəyişmədir. Hər ikisi istiqamətli yerdəyişmədir. Baxaq cavablara. Demək, X-a aid olduğu 1, 3, Y və Z demişdik. Deməli, 1, 3, 5, 2, 4. Bu da verilib B bəndində. Yəni, 16-cı sualda cavab B bəndi. Keçək 17-yə. 17-də deyir ki, mamır və qıcının spermatozoidləri yumurta hüceyrənin ifraz etdiyi maddələrə doğru üzürlər. Bu hansı qıcıqlanma formasıdır? Hüceyrə üzür, hüceyrə yerini dəyişir. Bu isə taksisdir, istiqamətli yer dəyişmədir. Sonra B bəndində düşməni gördükdə antilopun deməli davranışı mürəkkəb şərti refleksdir. Virusların lipid qılafı çox vaxt onların hücumuna məruz qalan hüceyrənin plazmatik membranının fraqmentlərindən əmələ gəlir. Virus sanki dağılmış hüceyrənin qılafını geyinir. Bunun viruslar üçün əhəmiyyətini necə izah etmək olar? Aha. Virus sanki dağılmış hüceyrənin qılafını geyinir. Yəni, virus dağılmış hüceyrənin bir parçasına bölünür. Yəni, həmin hüceyrənin demək, bir hissəsini özünü bənzədir. Daha doğrusu, həmin hüceyrəyə özünü bənzədir. Bu da immun sistemi tərəfindən virusun məhv edilməsinin qabağını alır. Burada deyir ki, demək, proses zamanı virusların orqanizmin immun sistemi tərəfindən tanınmasının qabağı alınır. Bəli, C bəndi burada uyğun cavab olacaq. Keçək 20-ci suala. Hüceyrənin qocalmış hissələrinin bütöv hüceyrələrin və ya ayrı-ayrı orqanların parçalanmasına iştirak edən orqanoidin formalaşması arada baş verir. Qocalmış hissələrin, bütöv hüceyrələrin və yaxud da ki, ayrı-ayrı orqanların parçalanmasına iştirak edir lizosom. Lizosom harada əmələ gəlir? Golgi aparatında. A bəndi. Bu səviyyə orqanizmin mayalanma anından ölənə qədər olan inkişaf dövrünü əhatə edir. Sözü gedən səviyyə hansı səviyyədir? Mayalanmadan deməli, ölənə qədər olan inkişaf elə bu orqanizm səviyyəsindədir. Yəni, B bəndi burada uyğun cavabdır. 22-ci sualda ehtiyat qida maddələri sintez edərək onları toplamaq qabiliyyətinə hansı növ plastidlər malikdir? Söhbət burada xloroplastlardan gedir. Xloroplastlar, üzr istəyirəm, leykoplastlardan gedir. Leykoplastlar həm üzüm maddəsini tezləyirlər, məsələn, deməli, nişastanı. Həm də bəzi üzüm maddələri depolayırlar. Məsələn, karbohidrat ola bilər, depoladıqları üzülə ola bilər, yağ ola bilər və s. Söhbət burada leykoplastlardan gedir. Bu da C bəndində verilmişdir. Uyğunluğu müəyyən edin. Avropoid, mongoloid və negroid, deməli, ekvatorial irq verilib. Biz burada uyğunluğu tapmalıyıq. Şimali Afrika əhalisi bu Avropoid irqinə məxsusdur. Amerikanın yerli əhalisi mongoloiddir. Avstraliya əhalisi ekvatorial irqə məxsusdur. Cənubi Afrika əhalisi bu demək ekvatorial irqdir və Cənubi Asiya əhalisi isə bu isə Avropoid irqidir. 1-ə A, 2-ə B, 3-ə C-dir. Sonra 24-də köpənəyin tırtılının qurda bənzər formaya malik olması hansı qanunu özündə əks etdirir?
Bu biogenetik qanundur. Yəni ontogenez filogenezin qısa təkrarıdır. Hər bir fərd deməli öz ontogenezində deməli aid olduğu deməli tipin, sinfin və sair əlamətlərini təkrarlayır. Deməli bulmayaqlılar da tip olaraq qurda bənzər deməli yəni həlqəvi qurdlardan başlanğıc götürdüyü güman olunur. Ona görə də bulmayaqlıların sürfələrində qurda bənzər bədən forması var. 24-də yəni cavab A bəndi olacaq. 25-ə keçək. 25-də deyir ki, bəzi nümunələrində aydın olmayan, bəzilərində isə aydın nitqin olduğu insan cinsləri üçün doğrudur. Söhbət neandertallardan gedir. Neandertallar yalnız mağaralarda yaşayırdılar. Həm mağaralarda, həm də özlərini düzəltdikləri sığınacaqlarda yaşayırdılar. Müasir insanın birbaşa yaddadır, xeyr. Hərəkət edərkən nisbətən əyilirdilər, bəli, doğrudur. Dini düşümlər daha da inkişaf etməyə başlamışdı, daha da, xeyr. Təkamüldə sosial amillər daha üstün idi, xeyr. Ona görə də burada C bəndi daha doğru cavabdır. Avstralopitek və Heidelberg adamın oxşar xüsusiyyəti hansı ola bilər? A. Dişlərinin quruluşu insan dişlərinə oxşamışdı. Hər ikisində oxşar tərəfləri bu idi. Ən qədim insanlar yarımcinsinə aid olması bu oxşar tərəf deyildi. Əmək alətləri hazırlanması deyildi. İlk dəfə ənsə dəliyinin kəllə qutusu mərkəzinin doğru çəkilməsi bu da deyildi. Avstralopitekə aiddir bu da. Qalıqların ilk dəfə Avropada tapılması bu deməli Heidelberg adamına aiddir. Sonra heç vaxt suya enməyən dağ qazlarında barmaqlar arasında pərdənin olmasını necə izah etmək olar? Qazlarda barmaq arası üzmə pərdəsi olur. Bu da onların suda üzməsinə kömək edir. Amma deyir ki, heç vaxt suya enməyən dağ qazlarında barmaqlar arasında üzmə pərdəsi var. Deməli, bu onu göstərir ki, uyğunlaşma nisbidir. Onların barmaqlarının arasında yaranan pərdə suda üzməyə uyğunlaşmadır. Amma canlıda hər hansı bir uyğunlaşma əmələ gəlməsi o demək deyil ki, o bütün şəraitlərdə özünü yəni doğruldacaq, həmişə canlıya müsbət təsir göstərəcək. Bəzən onun üçün heç bir əhəmiyyəti olmaya bilər. Məsələn, barmaqlar arasında üzmə pərdəsi var. Bu onların suda üzməsini asanlaşdırır. Amma dağ qazları üçün barmaqlar arasında üzmə pərdəsinin olmasının onlara heç bir xeyri yoxdur. Ona görə də burada B bəndi deməli göstərir ki, barmaqlar arasında üzmə pərdəsinin yaranması həmin heyvanlarda nisbi uyğunlaşmadır. 28-də deyir ki, xəbərdarlıq edici rəng uyğunlaşması haqqında verilən fikirlərdən hansı yanlışdır? Yanlışı soruşur bizdən. Morfoloji uyğunlaşma növüdür, doğrudur. Parlaq yadda qalan rənglərlə nümayiş olunur, doğrudur. Bəzi heyvanlar öz qorxulu rənglərini nümayiş etdirir, doğrudur. Dağ siçanlarının qarnının parlaq rəngini qorxuducu rəngə aid etmək olar, doğrudur. Xəbərdarlıq edici rəng yalnız heyvanlar aləmində müşahidə olunur. Yalnız heyvanlarda yox, həmçinin bitkilərdə də var. Məsələn, bitkilərin hansının ki, dadı məsələn yandırıcıdır və yaxud da ki, dalayıcıdır. Dalayıcı bitkilərdə onlarda da xəbərdarlıq edici rəng ola bilər. Sonra baxaq növbəti 29-cu suala. İnsan üçün havanın ən əlverişli temperaturu 18-20 Selsi temperaturdur və 40-60% rütubətlilikdir. Hansı fikir doğru deyil? Hava insanın həm əltərəfli, həm də ayrı-ayrı komponentləri vasitəsilə təsir göstərir. Bu doğru fikirdir. Atmosfer təzyiqinin dəyişməsi qanın oksigen dolmasını aşağı salır. Doğrudur. Atmosfer təzyiqinin dəyişməsi uclarını mexaniki şəkildə qıcıqlandırır. Doğrudur. İstilik, rütubət və işığın müəyyən həddə dəyişməsi havadakı iyun və molekulların nisbətini dəyişmir. Dəyişir verib burada. Ona görə bu da yenə yanlış olan. Bu deməli dəyişiklik olmamalıdır ki, orqanizmdə kəskin bir dəyişiklik olmasın. İşıq görmə analizator vasitəsilə insanı məkanda istiqamətləndirir. Bu da doğrudur. 31-ə baxaq. Qanda alkoqol miqdarı ilə orqanizmdə baş verən dəyişiklikləri uyğunlaşdırın. 0,2% olduqda vəhşi instinktlər baş qaldırır. 0,3% olduqda bu, üzr istəyirəm, 0,3 olduqda alkoqol kütlüyüdür. Bir dəqiqə. Deməli, 0,2 olduqda vəhşi instinktlər, 0,3% olduqda bu alkoqol kütlüyüdür, 0,4 olduqda isə qeyri-iradi ifrazı baş verə bilər. O zaman 1-ə C, 2-yə A, 3-ə də B aiddir. Bu da 31-də A bəndində verilmişdir. Sonra 32-ci sualda. Fiziki və zehni işləmanın sinir hüceyrələrində baş verən oyanmalar çox davam edərsə nə baş verir? Artıq bu zaman deməli sinir hüceyrələrinin fəaliyyəti ləngiyir və özünü bu yolla məhv olmaqdan qoruyur.
Bütün hüceyrələrin fəaliyyəti ləngir və o özünü məhv olmaqdan qoruyur. Polibrit çarpazlaşma zamanı əmələ gələn bütün əlamətlərə görə homozigot olan genotipin kombinasiya içində rast gəlməsi neçə ədəd olar? 1 ədəd. Sadəcə 1 ədəd rast gəlir. Bütün əlamətlərə görə homozigot. Tutaq ki, dihibrit çarpazlaşma üçün yazsaq onu, bütün əlamətlərə görə homozigot olan fərdlər. Kombinasiya nəticəsində bunların hərəsindən bir dənədir. Hərəsindən bir dənə kombinasiya var. Ona görə də burada ilə cavab 33-də A bəndi olacaq. 34-də baxaq. 34-də deyir ki, istirahət haqqında verilən fikirlərdən hansı doğru deyil? Bəli, istirahət zamanı əzəlilər və sinir sistemi öz iş qabiliyyətini daha tez bərpa edir. Bəli, doğrudur. Sağ əli yorulduqda onun yorğunluğunu tam istirahət yox, sol əllə işləmək daha tez aradan qaldırır. Doğrudur. Zehni işi fiziki işlə əvəzləmək yorğunluğu daha tez aradan qaldırır. Bəli, çünki bu zaman beynin müxtəlif şöbələri işləyir. Beynin müxtəlif şöbələri işləyəndə orqanizm daha tez dincəlir. İnsanın qeyri-fəal istirahətin bir formasına yuxuya çox böyük ehtiyacı var. Doğrudur. Sinir sisteminin müxtəlif mərkəzlərinin növbətlə işləməsi istirahətin əhəmiyyətini azaltmır, əksinə artırır. Doğru olmayan E bəndi deyil. 35-ə baxaq. Fəal istirahət nə zaman effektli olmur? Müxtəlif əzəllər iş gördükdə bu zaman effektli olur. Passiv və hərəkə istirahət mərhələləri növbələşdikdə effektli olur. Vərdiş edilmiş peşə fəaliyyətindən kəskin fərqləndikdə, bəli. Yuxu rejiminə riayət edildikdə doğrudur. Elmi ədəbiyyatı siyasi ədəbiyyat oxumaqla əvəzlədikdə xeyr, heç vaxt bu zaman yorğunluq aradan qalxmır. Yəni, bu yorğunluğun aradan qaldırması üsulu deyil. Verilən fikirlərdən hansı doğrudur? Doğrunu soruşur. Hüceyrədə baş verən bütün biosintez reaksiyalarının zəmin plastik mübadilədir. Bu fikir doğrudur. ATP sintezi yeganə enerji mübadiləsidir ki, orada enerji toplanır. Doğrudur. Parazit qurdların mitoxondrisi olmur. Xeyr, parazit qurdların mitoxondrisi olmur deyə belə bir fikir deyə bilmərik biz. Doğru deyil. Qış yuxusuna gedən heyvanların qonur rəngli piy toxumasında ayrılan enerjinin əksər hissəsi ATP sintezinə sərf olunur. Xeyr, qış yuxusuna gedən heyvanlarda demək olar ki, ATP sintez olunmur da. Çünki onlarda enerji əsasən istilik şəklində əmələ gəlirdi. İstilik şəklində ayrılırdı. Ona görə də burada 4-cü yanlışdır. Sadəcə 1 və 2 düz oldu. Bu da A bəndində verilmişdir. Sonra 37-ci suala baxaq. 37-də deyir ki, xarici mühitdə və orqanizmlərdə fəaliyyətinə görə mikroorqanizmlər neçə qrupa ayrılır? 3 qrupa ayrılır. Saprofitlər, mütləq patogenlər və şərti patogenlər. Bununla bağlı cədvəldə verilmişdi 11-ci sinifdə. Genlər arasındakı məsafə ilə Krasinqover ehtimalı arasındakı asılılıq qrafiki hansıdır? Genlər arasında məsafə nə qədər çox olarsa, Krasinqover ehtimalı bir o qədər çox olacaq. Yəni düz mütənasib asılıdır. Bu da A bəndində verilmişdir. Sonra 39-a baxaq. Parazitizmlə bağlı doğru olmayan fikri seçin. Doğru olmayan fikri soruşur bizdən. Parazitizm təbii seçmə nəticəsində uzun sürən təkamül prosesindən sonradan yaranmış yaşayış formasıdır. Bəli. Yəni bunların yaranması 3 mərhələdə olubdur. Birincisi ətraf mühitdə yaşama qabiliyyətini itirməyən orqanizmlər. Sonra deməli ətraf mühitdə yaşama qabiliyyətini itirib sadəcə canlı orqanizmlərdə yaşaya bilənlər. Sonra isə konkret hər hansı bir toxuma və yaxud da ki orqan üçün spesifik olan deməli parazit orqanizmlər. Ona görə də burada sonradan yaranmış yaşayış formasıdır. Bəli, bu fikir doğru fikirdir. İlk yaranan parazitlər ətraf mühitdə yaşama qabiliyyətinə malik olmuşdur. Bu da doğru fikirdir. Sonra, müasir parazit mikroorqanizmlər yalnız müəyyən toxum və orqanlarda yaşamağa uyğunlaşmış növlərdir. Doğrudur. Dizenteri törədləri yoğun bağırsağın selki yükşəsini zədələyir. Bu da doğrudur. Mütləq patogen orqanizmlər müəyyən müddət orqanizmlərin kənarda yaşaya bilirlər. Ona görə burada E bəndi demək yanlış olacaq. Sonra 40-cı suala baxaq. Genlər arasında məsafə ilə ilişkilik ehtimalları arasındakı asılılıq qrafiki hansıdır? Genlər arasında məsafə artdıqca ilişkilik ehtimalı azalır. Amma Krasinqover ehtimalı artır. Yəni ona görə də burada mütənasiblik demək tərs mütənasiblik olacaq. Bu da C bəndində verilmişdir. Burada indi bizim 37-ci sınavımız da yekunlaşdı. Ümid edirəm ki, izahlar hər biriniz üçün aydın olar. İnşallah ki, bəyənirsiniz. Bəyənsəniz, bəyənmə tuşuna basmağı, kanala abunə olmağı unutmamağınızı sizdən xahiş edirəm.
Çox sağ olun hər birinizə. Təşəkkür edirəm diqqətinizə görə.